Gəlin görək Ülvi bu dəqiqə. Sevimli bağlantımız olacaq tıxaclarla ki, görək hardadır. Mikail Müşfiq, daha doğrusu düz dedim, Mikail Müşfiq küçəsində olmalıdır. Və yaxşı da dayanıb yolun düz ortasında. Sabahın xeyir Ülvi, necəsən? Sabahın xeyir Ülvi. Və nə var, nə yox yollarda? Sabahınız xeyir olsun. Bəli, biz Mikail Müşfiq küçəsindəyik bugün. Bayaq maraqlı bir mövzuya toxundunuz, atalıq məzuniyyəti deyə. Əslində, atalıq məzuniyyətinin vacibliyi mən də belə düşünürəm ki, olarsa yaxşı olar. Çünki artıq şəhərdə gördüyünüz kimi tıxac halları da çoxalıbdır. Elə bu məzuniyyət vasitəsilə atalar da öz ailələri ilə, belə deyək, bir maşını götürüb hər hansı bir bölgələrimizə, istirahət mərkəzlərinə üz tutaraq istirahət edə bilərlər. Bu nəticədə də şəhərdə, belə deyək, tıxaclar azalmış olar əslində bir tərəfdən. Gördüyünüz kimi biz hal-hazırda, mən bayaq da qeyd etdim ki, Mikail Müşfiq küçəsindəyik və yollarda tıxac müşahidə olunur. Təəssüf ki, paytaxtımızın bir çox küçələrində vəziyyət bu haldadır. Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin bizə verdiyi məlumata görə hal-hazırda Bakı-Sumqayıt şosesi mərkəz istiqamətində, eyni zamanda Aeroport şosesi Koroğlu metrosu istiqamətində və Heydər Əliyev prospekti əsas yol mərkəz istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti köməkçi yol mərkəz istiqamətində tıxaclar müşahidə olunur. Mən bayaq da qeyd etdim ki, bu tıxaclar artıq ürək sıxan bir hal almağa başlayıb, çünki artdıqca, insanlar tıxacda qaldıqca stres olur, əsəb olur. Əslində, mən yol keçən zaman, biz bura gələn zaman bir şeylə qarşılaşdım ki, məktəblərin qarşısında da hal-hazırda tıxaclar müşahidə olunur və məktəb qapıları yola yaxın olduğu səbəbdən maşınlar gördüyünüz kimi bu cür sıxlıq yaradaraq təhlükə yaratmış olur əslində. Çünki tənəffüs zamanı və yaxud məktəbin bitdiyi vaxtlarda uşaqlar istər-istəməz yola qaçırlar, əgər nəzarətsizdirlərsə. İndi aşağı sinif uşaqları öz müəllimləri, öz valideynləri belə deyək də yanında olaraq, nəzarət edərək istifadə edirlər, yola verirlər əslində və uşaqlar yola qaçarkən təhlükəsizliyi təmin edirlər. Ancaq elə belə deyək də nüanslar da olur ki, məsələn, yola qaçırlar anında və təhlükə yarana bilir. Hətta mən bir şeydə müşahidə etdim ki, mən qırmızı işıqforda dayandım yolu keçən zaman və baxdım ki, yanımdakı şəxs elə mənim yaşlarda olardı hardasa, tıxacın belə deyək sıxlığından istifadə edərək yolun qarşısına keçməyə cəhd göstərdi və bu an mən baxdım ki, yandan skuter keçirdi və skuterla toqquşa bilərdilər. Ancaq nə yaxşı ki, hadisə baş vermədi. Elə bu halları da nəzərə alaraq, elə tıxacın sıxlığını əslində aldanmayaraq işıqfora da diqqət yetirsək, ümumiyyətlə yolda təhlükəsizlik qaydalarına diqqət yetirsək, məncə daha yaxşı olar. Mənim çatdıracaqlarım bu qədər. Əgər əlavə bir sualınız varsa, buyurun, söz sizdədir. Çox sağ ol. Təşəkkür edirik sənə Ülvi, uğurlar arzu edirik. Çox gözəl bir nüansa toxundu. Məsələ qırmızı işıqda uşaqların keçməsi və yaxud da ki, uşaq olmasın, böyük olsun. Bunu qadağan eləmək lazımdır. Bax, yəni uşağa qadağan eləməlisən ki, qırmızı işıq yanırsa, sən keçə bilməzsən. Elə özü də qadağan eləyirsən, hep bil o rəngin mənasını. Bəli, bəli. Ona görə yolda da harda olmazdan asılı olmayaraq ehtiyatlı olun, sağlamlıq, həyat hər şeydən önəmlidir.